Prezidentin Qırğızistana səfərini şef redaktorumuz İbrahim Kamiloğlu da müşahidə edir. O, keçiriləcək görüşlər, səfərdən gözləntilər, ikitərəfli münasibətlərdə müzakirələr və sair məlumatları bizə çatdıracaq. Salam Günel, hər vaxtın xeyir. Sizi Iskul gölünün sahilindən, Çolpanata şəhərindən, Qırğızıstanın Çolpanata şəhərindən salamlayırıq. Sizin də qeyd etdiyiniz kimi, dövlət başçısı bugün Qırğızistana səfər elədi, dövlət səfər elədi. Səfər çərçivəsində dövlət başçısının sabah Azərbaycan və Mərkəzi Asiya ölkələrinin dövlət başçılarının qeyri-rəsmi məşvərət iclasında, məşvərət görüşündə iştirakı gözlənilir. Bundan əlavə, Prezident İlham Əliyevin Qırğızistan Prezidenti Sadır Japarovla da görüşü, müəyyən sənədlərin imzalanması gözlənilən tədbirlər sırasındadır. Onu da qeyd edeyim ki, sənədlər demişkən, indiyə qədər Azərbaycanla Qırğızistan arasında 105 sənəd imzalanıb. Bunlardan da ən yüksək səviyyəlisi strateji tərəfdaşlıq haqqında bəyannamədir ki, hazırda iki ölkə arasındakı münasibətlər strateji tərəfdaşlıq səviyyəsindədir, yəni yüksək səviyyədədir. Elm, təhsil, mədəniyyət, iqtisadiyyat, ticarət sahələrində də münasibətlər yüksək səviyyədədir. Ticarət demişkən, ötən il iki ölkə arasında ticarət dövriyyəsi, ümumi ticarət dövriyyəsi 77 milyard dollardan artıq olub. Eləcə də elm sahəsində münasibətlər var, tələbə mübadilələri var, müəyyən elm sahəsində müəyyən layihələrin icrası var, energetika sahəsində müəyyən, eləcə də yaşıl enerji sahəsində layihələr icra olunur. Bundan başqa logistika sahəsində Azərbaycan bildiyiniz kimi qərblə şərqin əsas kəsişmə nöqtələrindən birində yerləşir və buna görə də xüsusi əhəmiyyətə malikdir. Xüsusən Asiyadan, Mərkəzi Asiyadan yüklərin Avropaya daşınmasında Azərbaycan önəmli rola malikdir. Orta dəhliz burada önəmli rola malikdir və Zəngəzur dəhlizinin də işə düşməsi bu əhəmiyyəti daha da artıracaq və bu logistikanı daha da artıracaq, daşımaları daha da artıracaq. Bundan başqa mədəniyyət sahəsində onu qeyd edeyim ki, əvvəlki illərdə iki ölkə arasında müxtəlif, Azərbaycanda Qırğızistan mədəniyyət günləri, Qırğızistanda isə Azərbaycan mədəniyyət günləri keçirilib, təşkil olunub. Sabah və qarşıdakı gündə də, daha doğrusu dediyim kimi, müəyyən görüşlərin keçirilməsi gözlənilir, sənədlər imzalana bilər, yəni siyasi səviyyədə, yəni dövlət başçıları səviyyəsində görüşlər və müəyyən daha yüksək səviyyəli sənədlərin imzalanması da hətta gözlənilir və növbəti saatlarda da hər hansı bir yenilik olarsa da sizlərə çatdırmağa çalışacağıq. Buyurun, söz sizdədir. Təşəkkür edirik. Buraxılışımız davam edir.